insanları narahat eden, en çok narahat eden problemlerden biri qəbzlik və qazdır, çöpdür. Qəbzlik böyük bir kütləni əhatə edir. Qəbzlik olanda toksinlər, zəhər sorulur qana, əsəb pozulur, çöp əmələ gəlir. Çöp olanda diafragmanı sıxır, ürək döyünməni artırır, ürəyin şikayətlərini artırır, yuxunu pozur. Bəzən bu adamlar deyir ki, qaz o qədər olur ki, elə bil ki, xüsusi boru ilə qarnıma qaz doldururlar, rahatlana bilmirlər, yata bilmirlər, sığışa bilmirlər o qaz çıxana qədər. Qəbzlik də elə o qazın yaranmasında da bəzən görürsən, qaz həmi ishalla ola bilər ayaq işləməklə, həmi qəbzliklə ola bilər. Çox təəssüf olsun ki, qəbzliyi qulaq ardına vuran insanlar çoxdur. Qəbzlik hər zaman alimlər deyib ki, xərçəngə doğru hər artan gün xərçəngə doğru bir addımdır. Ona görə də qəbzliyi qorumaq lazımdır. Onu qorumaq üçün də bol miqdarda meyvə tərəvəzdən, göyərtdən istifadə etmək lazımdır. Hərəkət eləmək lazımdır, bol miqdarda su içmək lazımdır və xüsusilə də alma, yerkökü qəbul eləmək, eyni zamanda o qara əncir qurusu götürürsünüz, 5-10 dənə, atırsınız stəkana, üstünə qaynar su, ağzını ötürsünüz, səhərə qədər dəmlənir, səhər cavalısını yeyirsiniz, suyunu da içirsiniz.